Mən Əsgərova Aygün. Mən zərər çəkmişəm. Sizi bizim redaksiyaya müraciət etməyə səbəb nədir? Sizdən kömək istəyirəm. Prezidentimizə səslənirəm. Buradan ondan kömək istəyirəm. Mən 15 yaşlı qızımla küçədə qalmışam. Acınacaqlı bir vəziyyətə salıblar məni. İlk öncə məsələni başdan danışın. Necə olub, nə edib? Bunların hamısını ilk öncə izləyicilər də başa düşsün, nədən gedirsən. Məmmədzadə Rəşmin Balağoğlu, Məmmədzadə Bükər Balağa qızı, anası Məmmədova Dünya, Yunis qızı tərəfindən aldanmışam. İşim ilk Nəsimi rayonunda olub. Supan Zeynalov aparıb, müstəntiq qərəzli aparıb, məni aldadaraq məhkəməyə işlər verib, 2 nəfəri cinayət işindən ayırıb və bir nəfəri təqsirli olaraq məhkəməyə verib. Amma məni aldadaraq verib. Mənim hüquqlarımı da buradan pozaraq mənə deyir ki, mən sən həm müstəntiqinəm, həm də vəkilnəm. Məni qoymadı. Bunu sizə kim deyibdi? Müstəntiq Supan Zeynalov, Nəsimi rayonunun baş müstəntiqi, kapitanı. Hal-hazırda da Nəsimdə işləyir? Xeyr, indi hal-hazırda Nəsimdə işləmir. Oğuz rayonuna göndərilib. Mənim işimi bağlayan ayda məhkəməyə verən vaxtda verib işi, özü də Oğuz rayonuna vəzifəyə göndərilib. Məni də necə aldatdı verdi. Dedi, anası bacısını Məmmədzadə Bükəni mənim yanımda həbs eləmişdi. Və mənə dedi ki, telefonlarını söndürdü. Sonra mənə zəng vurdu WhatsApp-la səhər-səhər. Dedi ki, Aygün xanım, bəs mən atası gəlibdi bura, atası mənə zəng eləyib. Qız içərdədir, bacısı. Dedi ki, atası bütün sənədləri gətiribdi, protokollaşdırmışıq, atlaşdırmışıq, evin bütün sənədlərini. Əhmədli metrosunun üstündəki olan Məhəmməd Hadi 41-dəki evi. Bax, mənə belə dedi, mən atlaşdırmışam, vermişəm məhkəmə qərarda. Müstəntiq sizə dəymiş zərərinizlə bağlı, evinizin satılması ilə bağlı qarşı tərəfin öz evini sataraq sizin evinizi... Bəli, ki, o ev verəcək məhkəmə sonunda sizə veriləcək və siz asan xidmətlə o kağızı çıxardacaqsınız. Bizi də vəkil qoymadı tutmadığımıza görə. Biz o qanunları bilmirdik. Sizi vəkil tutmağa imkan vermədi. Xeyr, dedi, mən sizin vəkilinizəm, həm də müstəntiqinizəm, mən zərər çəkənin tərəfindəyəm. Müstəntiqlər dövlət zərər çəkən tərəfində olmalıdır. Amma halbuki vəziyyət belə olmadı. Qarşı tərəflə birləşərək maddi öz marağına görə bizi acınacaqlı vəziyyətə salıb məhkəmədə proses gedəndə mən Supan Zeynalova gördüm ki, məhkəmənin ab-havası mənim xoşuma gəlmədi. Vəkilsiz məhkəmə, harada dedim, dedi, vəkilsiz məhkəmə olar. Yəni sonra mən Supan Zeynalovla əlaqə saxladım, mənim telefonlarımı açmadı, blok elədi. Sonra atama dedim ki, ata sən bir dənə yığ. Bax, görə bu Supan Zeynalov bizim telefonlarımızı niyə açmır? Məhkəmə başqa cür gedir, bir tərəfli məhkəmə gedir. Sonra atam zəng vurdu, atam da telefonu blok elədi. Sonra bizə çox təhqir, çox alçaldıcı təhqir anamız sözlər, şərəfimizi, ləyaqətimizi alçaldaraq atama təhqir sözlər dedi. Mənə də söyüb, anama da söyüb, mənim 15 yaşlı uşağıma da söyüb, qızıma da söyüb. Mən... Kim söyübdü? Supan Zeynalov, atama. Bəs siz bununla bağlı heç Daxili İşlər Nazirliyinə və prokurorluğa müraciət etmədiniz? Bəli, etmişəm. Dedilər ki, hara yazdıq birinci növbədə, hara yazdıq, prokurorluğa yazdıq, döymədiyimiz Andosman, nan tutmuş, hər yana yazmışıq. Heç bir dövlət qapısına bizə bir kömək olmadı. Axırda biz Hürriyyət qəzetinə müraciət elədik. Orada bizə sağ olsunlar, çox böyük minnətdarlığımı bildirirəm. Buradan Vilayət Eyvazova danışsa çox kövrəlirəm, çox acınacaqlı vəziyyətə salıblar bizə. 3 ildir mən mübarizə aparıram. Vilayət Eyvazov çox sağ olsun, bizi çox gözəl Bakı şəhər baş polis idarəsində qarşıladılar və işimi necə lazımdır tapşırıqlarını verib. Sadəcə mənim indi tələbim budur ki, Bakı Ağır Cinayətlər Məhkəməsində işim gedir. Eldar İsmailov, Eldar Həmzə bilmirəm şəbəkədirmi, nədirmi, yəni yenə bir tərəfli məhkəmə gedir. Mən sadəcə istəyirəm ki, anasına bacısına olan hissəni versin istintaqa və bu cinayətin üstünə açılmağını istəyirəm. Məndən sonraki insanlar yazıqdılar. Valla, yəni mən bir qadın olaraq bu hala saldım. Mən tək mən deyiləm, məndən əlavə qadınlar da var. Yəni bu ailə ilə ciddi tədbir görülsün, anasına, bacısına bağlı cəzalansın. Bu cinayətin, mənim məqsədim cinayətin üstünə açmaq istəyirəm. Anası ilə, bacısı ilə bağlı deyirsiniz. Yəni burada
Sizə zərər yetirən şəxsin ad soyadını bir dənə təkrar edirsiniz. Məmmədzadə Rəşvin Balağa oğlu, Məmmədzadə Bikə Balağa qızı Bunlar bacısı. əslən hardandılar? Bu Rəşvin Bu anası qonşuları ilə biz ümumiyyətlə portalına vuranda bizə dedilər ki, anası Ağdamlıdır, atası Bakılıdır. Mənim bütün qızıllarımı, evimi, əşyamı, əynim paltarını ta ki bunları ələ keçirənə qədər. Məni anası bacısı belə uzatdılar bu işi. Evim Qaraçuxurdaydı, 4 otaqlı evim var idi. O mənə dedi ki, biz Rəşid Beyfudovda qalırıq. Bacısı ilə telefonda danışdıq. Dedi ki, biz Rəşid Beyfudovda qalırıq. Sən dedi, hər gün mən özümün arıqlama cihazlarım var idi evdə. Bacısı da mənə dedi ki, 87 minlik Kandela aparatımız var, atamın Bilgətə bağındadır. Mən sənə verirəm onu. Sən bu işi qur. Biz də getdik 28-də Rəşid Beyfudova çox yaxın bir məsafədə. Dedi, sən onsuz da 28-dəki park rezidensiya köçəcəksən. Bacısı deyirdi ki, qardaşım evdə. Amma halbuki sonradan məlum oldu ki, qardaşın evi deyil, Murad Mustafayevin evidir. Bunun məhkəmədə də zaten görüntülər var, orada hamısı təsdiqini tapıb. Biz dedi ki, oğlumun, o da dedi ki, qardaşımın evidir, bizim evdir ora. Dedi ki, sən hər gün Qaraçuxura gelib gələ bilməyəcəksən işə. Özü də bacısı da mənə dedi. Dedi, gedib gələ bilməyəcəksən, evin yaxından sən o evi sat. Bunun üçün müəyyən prosedurları keçmək üçün, yəni məsafənin uzaq olmasın deyə 28 mayda Rəşid Beyfudovda sizə yer açdılar ki, bəs burada... Yox, evi getdik, baxdıq 6 otaqlı evə. Bizə dedi ki, 450 minlik evdə evin yiyəsi ilə danışdıq. Dedi ki, 450 minlik ev yiyəsinin başına iş gəlib, maklerə bizə elə dedi. Doğrudan da maklerlərdən getdik, baxdım evə də. Biz evdən tanış da olduq, çox xoşuma gəldi. Dedi ki, mənim pulum çatmır, sən evi sat. Mənə bir gün içində Anar adlı şəxsə, o da naməlum, yəni ev məsələsi açılmayıbdır. Hələ örtülü qalıbdır cinayətin də üstü. Bir günün içində satılıbdır ev. Öz adına olub, sonra etibarına verib qardaşına. Qardaşı da deyir ki, xalama almışam. Çox qarışıq bir məsələsi. O hissə... Sizin evi alan şəhər? Bəli. O hissə də çox qaranlıq qalıb. Yəni o işə açılmayıb, heç baxılmayıb. Burada bir məqama toxunaq da. Bu sizin evi alan şəxs sizin etibarnaməniz əsasında alıb, yoxsa... Xeyr, aldı-satqı. Siz özünüz işlər çəkmişsiniz? Amma ki, məndən danışmayıblar. O, Məmmədzadə Rəşvinlə, xeyr, hər şeyi onunla danışıblar. Mənlə heç bir danışma aparmıyor. Pulu da notariusda özü götürüb. Kim? Məmmədzadə Rəşvin. Rəşvin özü götürdü. Verdilər, notariusda mənə verdilər pulu. Çölə çıxanda qoydu maşına. Oca apardı. Dedi ki, 3-4 günə evi o 6 otaqdakı evin. Sizin etibarınızdan söz-istifadə edərək, yəni evin, satılan evin məbləğini mənimsəyib. Bəli. Evin dəyəri nə qədər? Evin dəyəri 130 min, 140 min evdir. Bir günün, elə bir dünən adamlar gəldi, baxdı, Anarla qardaşı. Qardaşın adı yadımda deyil deyil. O baxdı, səhər günü alqı-satqı olundu ev. Alqı-satqı. Dəyər dəyməzinə 70 minə satıldı. Amma məndən heç bir danışıq aparılmıyor. Bütün danışıqlar Məmmədzadə Rəşvinlə aparılır. Yəni bu 70 minə satıb nə qədərin özü üzərinə qoyub güya ev alırdı? 250 min ev idi, 70 min qalanda göbü qoyur, pulunu çatmır. Güya da indi yəni. Özünüz sizə kimi təqdim etmişdi? Kabel şirkətində işləyirəm, müdür kimi tanıtıb mənə. Bacısı da mənə elə tanıtmışdı. Bacısının adı nədir? Məmmədzadə Bikə. Bu bacısı sizin bu evinizin mənimsənilməsində, satılmasında, əmlakınızın talanmasında nə kimi rol oynayır? Yəni mənə o, məsələn, burada deyək də, burada onun bacısı mənə deməsəydi ki, mənim Kandela aparatım var, mən sənə Bilgətdə Bağdadır, gedib götürərsən, mən də verirəm sənə işlə, mənim ehtiyacım yoxdur. Yəni bu sözlər, o qardaşı bilmir ki, bu adam 9 ildir, 10 ildir bu işlə məşğuldur. Bilmirdi ki, qardaşı bu nə iş görür. Bilirdi axı, bilə-bilə məni onlara dəstək. Yəni tək o bir özü olsaydı... Qardaşının niyyətini həyata keçirmək üçün bir növ qurulmuş teatrda iştirak edir. Bəli. Anası sadəcə bəzi epizodlarda iştirak edib kömək məqsədi ilə. Amma bacısı sırf bu iş, yəni başlıqdan, yəni birincidən ta ki axıra qədər bu işdə iştirak olub. Səs yazmaları da var. Məhkəmədə mənim xahişim, tələbim odur ki, Eldar İsmailova bir tərəfli məhkəmə aparır. Yəni bu şəbəkə kimidir bilmirəm. Eldar İsmailov kimdir? Hakim. Eldar İsmailov hakim, Eldar Həmzə prokuror. Mənim şikayətim... Xanım, hər şeyi aydınlıqla deyək. Eldar İsmailov hansı məhkəmə orqanının hakimidir? Bu yerli Ağır məhkəmədir. Cinayətlər Məhkəməsinin. Ağır Cinayətlər Məhkəməsinin Eldar İsmailov. Eldar İsmailov. Nə kimi bir tərəfli iş aparır? Mənim bir vəkili tutdum, birinci vəkilimin vəsadətlərini rədd elədi. İkinci vəkil tutduq, ikinci vəkilimin də vəsadətlərini ləğv elədi. Qəbul eləmədi.
Yəni məqsəd nədir? Yəni Sübhan Zeynalov necə işi aparır, bu da elə aparır. Elə deyil axı. Siz vəsatətlərinizdə nəyə tələb qoymuşsunuz? Tələb eləmişik ki, yəni bu iş anası bacısı olan hissəni geri qaytarsın. O da qaytarmır. Yəni biz orada sübutlarımız da var. Əlimizdə sübutlar Necə da. yəni anası və bacısı olan hissəni? Burada anası ilə bacısı ilkin istintaqda cəlb edilib, sonradan çıxarılıbdır. Çıxarılıb. Sübhan Zeynalov çıxardı. Və biz burada nəyə əsaslanıb? Səbəb nəyə görə? Şahid kimi qismində. Şahid qismində qeyd edilir. Bəli, şahid qismində qeyd edilir. Siz üçündən də şikayətçi olduğunuz halda bunların ikisini Məmmədzadə Rəşid. Məmmədzadeyə şahid qismində. Bəli, Bikə anasına Dünya xanıma şahid qismində yazılıb. Bəli. Və Sübhan Zeynalovun protokollarda mənim heç bir qol xəbərim olmadan, mənim qolum deyil, özü qol çəkib. Yəni mən onun ciddi tədbir görülməyini xahiş edirəm. Sübhan Zeynalovla bağlı ciddi tədbir. Buradan mən kömək istəyirəm prezidentimizdən, yenə də Mehriban xanımımızdan, vitse-prezidentimizdən kömək istəyirəm və onlara güvənərək, yəni mən buradan səslənirəm onlara ki, mənim bu işimdə mən acınacaqlı vəziyyətdəyəm. Bildim, müraciətdən qabaq xanım, işin təbərrüatlı şəkildə xahiş edir. Dinləyicilərimiz də artıq 121 nəfər dinləyici var efirdə və lüzumlu orqanlarında güman edirəm ki, əməkdaşları izləyir. Məsələnin təfərrüatını ilkin istintaqdan tutmuş bu günə qədər nə baş verib? Sizə harda aldadıblar, necə aldadıblar və iddia edirsiniz ki, imzalarınız saxtalaşdırılıb və ilkin istintaqda siz heç bir protokola imza atmadığınız halda mən çəkməmişəm qol, mənim xəbərim olmadan, bəli. Və bunu kim edib, necə olub? Bundan təfərrüatlarını bir dənə zəhmət olursa izahlı şəkildə danışın. Çünki efirdə də yazırlar ki, niyə bir tərəfli, yəni aydın şəkildə bu məsələ izah olunmur. Məsələni tam şəkildə izah edin ki, oxucularımız da, dövlət qurumları da, izləyənlər də bilsin ki, məsələ nədən ibarətdir? Sübhan Zeynalov, yenə dediyim kimi, anasının bacısını şahid qismində yazıb. Oradan mənim qarşı tərəf mənə 5040 manat pul ödəyib, iddiam haqqında yazılır. Mənim əvəzimdən saxta qollar çəkib protokola, yəni bunlardan mənim heç birindən xəbərim olmayıb. İkinci vəkilimi tutandan sonra hər şeyi orada bilmişik. İlkin istintaqda Sübhan Mehdiyev dediniz. Sübhan Zeynalov. Sübhan Zeynalov. Bəli. Sizin yerinizə imzalar. Bəli, imza protokolları özü çəkib. Mənim xəbərim olmadan. Yəni qarşı tərəf izahat verib və sizin yerinizə izahat şikayəti dolduraraq imzalayıb. Bəli. Siz heç bir izahat yazmamışsınız. Mən bir dənə iddiam haqqında çəkmişəm qolu. Vəsiyo. Mən iddiam haqqında qol çəkmişəm. Sonra nə baş verdi? Sonra işi belə bağladı. Sonra onu verdilər Oğuz rayonuna. Və mən bir müddətdən sonra mən Sübhan Zeynalov məhkəmə gedə-gedə mən zəng elədim. Mənim telefonumu açmadı və blok elədi. Sonra atam zəng elədi. Atamın da nömrəsini blok elədi və mən Nəsimi rayonuna getdim. Nəsimi rayonuna gedəndən sonra və orada köməkçilərlə görüşdük. Rəisinin köməkçiləri ilə görüşdük. Yəni orada məlum oldu ki, bizə dedilər ki, Sübhan Zeynalov tərəfindən siz aldanmışsınız, belə qanun yoxdur və biz prokurorluğa müraciət elədik. Orada dedilər ki, ev sənədləri burada yoxdur, belə bir qanun vericiliyimizdə belə bir şey yoxdur və biz ondan sonra tam əmin olduq ki, biz Sübhan Zeynalov tərəfindən də aldanmışıq. Bu, Sübhanın apardığı işdə faktiki sizə zərər vurmuş şəxsin bacısı və anası ilə bağlı əlinizdə hansı faktlar var? Səsləri var əlimizdə, səs yazmaları var. Məhkəmədə səs yazmalar neçə vaxtı çıxmırdı ortalığa. Birinci vəkildə səslər yoxdur. İkinci vəkili tutandan sonra mən Kamran Əliyevin qəbulunda prokuror, cənab prokuror... Bacısı nə ifadə verdi? İndi keçək məhkəmə... Dedi ki, yadımda deyil. Yadımda deyil deyəndə nə? Səs yazısı var axı. Heç bir reaksiya, Eldar İsmailov heç bir reaksiya vermədi. Bikənin səs yazısı var. Bəli. Demirəm, etməmişəm. Etmişəm. Bəli, boynu alır orada, etiraf eləyir, bəli. Məhkəmə zalında etiraf eləyir. Bəli, səs yazmasını qoymuşlar. Bu səs yazmasını dinləyəndən sonra hakim necə sizin bu şəxsləri şahid qismində qoyur və geriyə istintaqa göndərmir bu adamları? Elə mənə də orası çox qaranlıq qalır ki, yəni o səsləri eşidəndən sonra da heç bir reaksiya vermir. Hələ hakim mənə deyir ki, siz ora-bura şikayətə gedirsiniz və mənim işimi çox ağırlaşdırırsınız, mənə aqressiya eləyir.
Yəni mənim söz Eldar haqqımı, İsmailov. bəli, mənə heç söz haqqı belə Heç vermir. kimə şikayət eləmə, mən rahat şəkildə işimi görüm, qutarım, qərarı verim, ondan sonra gedərsən şikayətə. Bəli, çəkilişlər də var. Videoda Ağır Cinayətlər Məhkəməsində çəkilişlər gedir. Əgər mən nədəsə hansısa sözümdə səhv varsa, yalan varsa, mən nə heç nə yalan danışmıram. Fakt var, sübut var. Görüntüləri açsınlar, orqanlar baxsınlar ki, necə ədalətsiz qərarlar verir Eldar İsmailov. Mən ondan şikayətçiyəm, Eldar Həmzədən də şikayətçiyəm. Necə olur ki, 9 il ona 10 il iş verilir? Necə olur o? Bu insanın dəfələrlə təkrarıdır. Təkrar cinayət törədir. Təkrar cinayət törədir və 9 il ona 10 il iş verirlər. O necə ola bilir? Burada oğurluq maddəsi var. Sizin uşağınızın məktəbinin dəyişdirilməsi bacısı tərəfindən, sizin qızınız barəsində bülten alması, bunlar necə baş veribdir? Ümumiyyətcə, bunun qanundan kənar necə uşağınız olmaya onun adına bülten çıxarda bilirlər və uşağınızın məktəbinin yerini dəyişirlər? Sizin ümumiyyətcə uşağınızın sənədlərini oxuduğu məktəbdən alıb digər məktəbə keçirdiblər? 23 nömrəlik bacısı dediyinə görə, Məmmədzadə Bikə dediyinə görə, Rəşmi Məmmədzadə dediyinə görə 23 nömrəli 28-ə qalırdıq biz. Yəni onların evi olduğuna görə. Qaldığınız ev əslində də, yəni bunlar bizimdir dedikləri ev, sonra da məlum olur ki, kirayə ev. Bəli, kirayə ev Murad Mustafa. Kirayəni də vermədikləri üçün sonradan bu ev bağlanır. Bəli. Hamısı açılır da, yəni sonradan. Biz mənə bacı dedi ki, 1000 manat sənin Tofiq müəllimə, 1000 manat sənin qızın üçün məktəbə pul ödəmişəm. Sənin qızın noyabr idi, dekabrda məktəbə gedəcək. Niyə 1000 manat verirdi məktəbə? Dedi ki, qəbul üçün, məktəbə qəbul üçün. Tofiq müəllim. Dövlət məktəbi, özəl məktəbi idi? Xeyr, 23 nömrəli məktəb, 28-də. 23 nömrəli məktəb. Buradan indi məlum olur ki, 23 saylı məktəbdə 1000 manat qarşılığında sizin uşağınızı oraya qeydiyyata qoydu. Bəli. Mən də getdim, bunları qoydum, sonra onlar keçim, hər kəsə aydın şəkildə olsun. Və mənə bacı dedi ki, mən elə oldu ki, bir müddətdən sonra gəldim, anamgilə qaldım, kombinin adı xarab eləmişlər, orada oğurluqlarını eləmişlər, bütün orada qızıl, əynin paltarı nə var idi? Aydın olmadı, bu hissəsi biraz qarışıq. Biraz orada qarışıq. Qulağısında, siz qaldığınız, 28-də qaldığınız evdə, Rəşbəyevdə qaldığınız mənzildə kombi xarab olur. Bəli. Xarab olmur, özləri xarab edirlər. Belə deyək də, indi xarab oldu, xarab elədilər, faktiki olaraq kombi işləmədiyi üçün məcburiyyətdən, bu hansı ayda baş verir? Dekabr ayında. Dekabrda, yəni soyuqların bəlkə olan vaxtında baş verdiyi üçün siz müvəqqəti olaraq ata evinə gedirsiniz. Bəli, anamgilə. Ata evinə gedirsiniz, anamgil deyil də, ora ata evinə. Ata evinə gedirsən və ata evində qaldığın müddət ərzində sənin kirayədə, Rəşid Beypudovda olan evdə olan əşyaların oğurlanır. Bəli, orada hamısı oğurlanır. Və evin kirayə haqqı verilmədiyi üçün ev yiyəsi evi bağlayır. Bəli, yuxarı mərtəbəyə yığır veşləri. Və yerdə qalan veşinizi isə, yəni dəyəri təzə olmayan veşləri də belə deyək, yəni satışa gedə bilməyən veşləri də evin içində qoyub yoxa çıxırlar. Bəli. Və bu zaman ev yiyəsi evi bağlayır və veşinizi digər mərtəbədə boş bir mənzilə yığır, görür ki, bu evi sonra kiraya mı verəcək, yoxsa istifadə mı eləyəcək? Bu minvalda davam edir hadisələr, düzdürmü? Bəli. İndi siz nə zaman bildiniz ki, o ev ittiham etdiyiniz şəxsin yox, məhz kirayədir? Mən o vaxt bildim ki, mart ayı idi. Biz hər gün deyirdik ki, bəs mən evə getmək istəyirəm, mən bir dənə kofta ilə, jaketlə çıxmışam. Məni evə aparın, advalçına mamam danışırdı, deyir ki, Aygünü aparın evinə, dedi ki, bir qurban olun. Gəlib aparacam. Nəsə, bu söhbət belə oldu. Bu bacısı gəldi bizi bir gün saat 4-5 saatlar olardı, belə vaxtlar olardı. Qızım, anam, mamam dedi ki, mən də gedəcəm. Aygün geçsin, mən də tək qalmıyorum, gedəcəm, mən də yanında qalacam. Biz maşına gəldi, bacısı götürdü bizi, qardaşı ilə bizi götürdü evə aparanda. Yolda bizi atıcılıq, bu aeroport yolu ilə bizi aparırlar. Burada da usta ilə danışırlar, bacı qardaş. Deyir ki, kombi nəsə lazımdır, mağazinə yaxınlaşın, mən sizə deyəcəm nə almaq lazımdır. Biz də yolu gedirik şəhərə, 28-ə girmişik. 28-dən axşam saat 7-8-dir. 7-dir, tam 8 deyil. Girir mağazinlərə, usta deyir ki, yox, belə şəkil atırlar. Axırı gördük ki, yəni bunlar nəsə istəmirlər də biz o evə gedək. Axırı mamam dedi ki, ay Bikə, evdə kondisioner işləyir də. Kombi işləmir, kondisioner taxarım. Qayıtdı bacısı dedi ki, Tamir xanım, kondisionerdə işləmir, usta ilə danışmışam.
Qalsın sabah mən aparım sizi qoyum, sabah mən gətirəcəm sizi. Bizi apardılar, bunlar qoydular. Səhəri günü bunlar bizə çox təhqir, alçaldıcı, anama da, özümə də, yəni dəhşət bir sözlər. Get hara dedi, gedirsən, get, nə edirsən elə. O polis, o da sən. Mənə dediyi sözlər bunlar oldu. Axırıncı bizim danışığımız çox pis, yəni efirdə yəni deyiləcək bir sözlər deyil, yəni dəhşətli bir sözlər deyillər. Sizi təhqir edən həmin o Dünya xanım idi. Xeyr, bacısı, nə Bacısı Biçə xanım. Biçə. Biçə xanım sizi təhqir edir, deyir get hansı orqana istəyirsən Hara orqana, hara istəyirsən. Eləmişik, yaxşı eləmişik. Nə istəyirsən dedi elə. Bəs indi hal-hazırda vəziyyət nə yerdədir? Bu məhkəmə prosesini biraz geniş formada. Vəziyyət prosesi yəni çıxışlardadır məhkəmə. Məhkəmə də yenə də deyirəm, bir tərəfli gedir, qərəzli gedir məhkəmə. Yəni Sübhan Zeynalov necə aparıbsa qərəzli, bir tərəfli eyni məhkəmə də elə gedir. Bizim vəsadətlərimizi hakim heç bir vəkilimin vəsadətlərini qəbul eləmir və mənim söz haqqımı da alır, söz qoymur danışmağa. Yəni nədir də, yəni bu şəbəkədlər, nədirlər bunlar? Mən zərər çəkənəm. Mən zərər çəkənəm, mən. Mənim hüquqlarımı pozurlar. Eldar İsmailov da hüquqlarını pozub, Sübhan Zeynalov da hüquqlarını pozub. Mən Mehriban xanımızdan yenə də kömək istəyirəm bu işlə bağlı. İndi Eldar İsmailov sizin vəsadətlərinizi təmin etməməsi daha doğrusu sizdə hansı şübhələrə doğurub, nədən narazı qalmısınız? Yəni nəyə görə eləmir? Vəsadətimi nəyə görə təmin eləmir? Bizə onun cavabını da vermir. Yəni qanunla niyə qəbul etmədiyini zalda açıqlamırsınız? Xeyr, onu da belə açıqlamır. Nə qədər vəsadətlər verilib təqribi sayı olaraq bilirsiniz? Sayı bəlkə bir 20 dənə də ola bilər, yəni çoxdur. 20-yə yaxın vəsadət vermişsiniz və Eldar İsmailov o 20 olmasa da bir 15 var. Ağır Cinayətlər Məhkəməsinin hakimi sizin vəsadəti qəbul eləmir və dinləmirdi. Xeyr. Qarşı tərəfə söz verir ki, cinayətkara oradan bizi təhqirlər eləyir, alçaldıcı anamı da, atamı da məni təhqir eləyir. Açıb baxa da bilərsiniz. Necə təhqirlər eləyir, amma heç bir reaksiya yoxdur. Reaksiya yoxdur. Nədir də bu? Əziz izləyici, xanımın üzünü gizlətməkdə məsələ odur ki, xanım bir qız anasıdır, istəmir ki, üzü görsənsin. Amma məhkəmələrin hər birində də iştirak edir. Yəni, yazarkən biz diqqətli olun. Xanım hal-hazırda zərər çəkmiş olaraq şəxsdə həbs olunubdur. Yəni, fırıldağı eləyən şəxs həbs olunubdur. Narahat olmayın o baxımdan. Bu, yəqin ki, elə o həbs olunan şəxsin ailə üzvlərindəndir kimsə. Yazır ki, xanım özü fırıldaqdır, nədir? Araşdıra bilərlər. Hə. Yəni, xanım ad familiyasını gizlətmir. Sadəcə özünü gizlədir ki, yetkinlik yaşına çatmış qız uşağı var və istəmir ki, onun psixoloji hər hansı bir zərbə alsın. Nəysə, keçək əsas məsələyə. Demək, məhkəmə prosesi zamanı sizin ilkin vəkilinizdən imtina səbəbi nə olubdur? İmtina elədik ki, çünki vəsadətləri hakim qəbul eləməyəndən sonra biz dedik ki, yəni nəsə bizdə də bəzi şübhələr yarandı ki, yəni nəyə görə eləməsin, bəlkə vəkil düz aparmayıb işi, nədirsə bilmirik də, ona görə imtina verdik. Şübhəli qaldınız. Şübhəli qaldı. Bizə o çox şübhəlidir, yenə də şübhəli olaraq qalır. Mən istəyirəm bütün bu cinayətin üstü açılsın. Haqq, ədalət yerini tapsın. İndi hal-hazırda ədalət orqanından, yəni məhkəmədən gözlədiyiniz bəkləntiləriniz deyək, gözləməyiniz deyək, ümidiniz nəyədir? Mən bir dənə onu istəyirəm ki, tələbim odur ki, anasına bacısı olan hissəni ibtidai istintaqa göndərilsin və cinayətin üstü açılsın. Siz iddia edirsiniz ki, bu cinayəti şəbəkə olaraq törədiblər. Bəli, şəbəkədir. Tək sizə yox, digər tanıdığınız şəxslər var ki, sonradan iddia elədiniz ki, müəyyən eləmişsiniz ki, başqa bir qadınların da başına bu cür oyun atıblar, evlənmə adı ilə əmlaklarını ələ keçirdiblər, pullarını ələ keçirdiblər və o qadınlar niyə şikayətçi olunurlar? Hal-hazırda nəyə görə şikayətçi olunur? Çünki onlarda məbləğ az idi, həm də ki, onlarda anası bacısı iştirak eləmir. Məndə məbləğ çox oldu ona görə, bu dələduzlar. Ona görə məndə hamısı iştirak ediblər. İndi hal-hazırda məhkəmə zalında anası və bacısı şahid qismində iştirak edirlər. Bəli, şahid qismi, cinayətkarlar şahid qismində. Onlar özləri də etiraf edirlər ki, bəli, bu pul evi satılıb, evinə almışıq pulun əlindən, aparatlarını satmışıq, qızıl zinət əşyalarını götürmüşük. Satmışıq.
Hə, bəs bunun qaytarılması ilə bağlı heç bir addım atmırlar. Xeyr, mənə çıxıram məhkəmənin çölündə. Bazı qardaşı necə içəridə bizi təhqir eləyir. Anası bacısı da bizi əxlaqsız, yerə göz sığmayan hərəkətlər eləyir. Yəni pis söyüşlər bizə söyür. Kameranın qarşısında, məhkəmə kamerasının qarşısında. Məhkəmə kameralarının qarşısında sizi təhqir edirlər. Və buna da heç bir hüquq mühafizə orqanları tədbir görmür. Bununla bağlı da efirimiz vasitəsindən Vilayət Eyvazova müraciət etmək istədiyinizi qeyd etdiniz ki, bəs təzyiqlər altındasınız, həyatınız riskdədir. Bəli. Səhv etmirəmsə, hətta qeyd etdiniz ki, Vilayət Eyvazovun göstərişi əsasında həyat təhlükəsizliyimiz qorunmaqdadır. Təşəkkür edirəm buradan. Mənə bu işlər çox köməklik eləyir. İnanıram ki də yenə bu iş qutarana qədər köməkliyini əsirgəməyəcək. Hal-hazırda bu iddia etdiyiniz Bikə və Dünya xanımla bağlı hər hansı addımların atılması ilə bağlı və yaxud da onların həbs edilib edilmədiyi ilə bağlı bir məlumatınız var mı? Xeyr, heç bir məlumat yoxdur. Yoxdur. Yəni faktiki olaraq da ilkin istintaqda kənarda saxlandıqları üçün də deyirsiniz ki, məhkəmədə şahid qismində göstərilir. Lakin siz məhkəmədən hal-hazırda Ağır Cinayətlər Məhkəməsi Eldar Mikailov, hakim Eldar İsmailovdan tələbiniz budur ki, şəxsin həbsindən sonra anası və bacısı haqqında olan hissəni, yəni onları şahid qismindən çıxardaraq, onların barəsində cinayət işinin araşdırılması ilə bağlı yenidən ibtidai istintaqa o hissə qaytarılsın. Bəli, tələbim odur. Nə gözləyirsiniz? Yəni bu ayın 7-sində sonuncu məhkəməmizdir. Sizə son söz də verilib, biz tələb eləmişsiniz ki, ilkin istintaqa qaytarılsın. Vəkiliniz də eynilə tələb eləyib, siz də. Sizin gözləntiniz nədir? Hakim Eldar İsmailov ədalətli olaraq bu məsələyə baxacaqmı? Xeyr. Çünki ilk gündən də ədalətli məhkəmə getmir. Qərəzli gedir məhkəmə. Açıb baxa da bilərlər kameralara. Qərəzli gedir məhkəmə. Qərəzli gedir. Bəli. Bunun qərəzli olmasını sizdə, yəni bu düşüncənin olmasını gətirib çıxardan amillər nədir? Amillər nədir ki, burada Eldar İsmailov, yenə də deyirəm, Sübhan Zeynalov necə verib məhkəməyə, Eldar İsmailov da elə aparır və burada ancaq yəni dediyinizdən belə çıxır ki, ilkin istintaqın yazdığı belə deyək də bir tərəfi dinləmir. Hakim də o cürdə yəni aparır, yəni özünün istintaqını aparmır da. Bəli. Məhkəmə istintaqı getmir də ümumiyyətcə. Yəni məhkəmə istintaqı gedir, amma heç bir nəticə yoxdur axı. Yəni heç bir nəticə yoxdur. Məhkəmə istintaqı budur ki, sizin vəsatətləriniz qəbul olunur. Xeyr, vəsatət qəbul olunur. Və istintaq aparılır. Şahid qismində göstərilən şəxslər təzədən dindirilir. Məhkəmə zalında sizin şahidləriniz gətirilir, dindirilir. Sizin şahidləriniz ümumiyyətcə dindirilibmi məhkəmə zalında? Anam olubdur, bir də atam olub. Yəni dindirilib. Bəli, dindirilib. Və onların bildirdiyindən sonra sizin verdiyiniz vəsatətlər niyə qəbul edilmir? Onun mən yenə də sual altındadır. Bizə də elə qaranlıq qalan məqam odur ki, bizim vəsadətlər niyə təmin olunmur? Nəyə görə? Mən zərər çəkənəm. Bizdə burada başqa fikirlər formalaşır. Nə məsəl üçün? Maddiyyat da ola bilər, yəni qarşı tərəflə. Kim tərəfindən yəni maddi düşüncələr qanundan önə keçibdir? Sübhan Zeynalov, şübhələndiyim, anası, bacısı, Məmmədzadə Bikə, Məmmədova Dünya xanım tərəfindən. Yəni, bu elə bir şəbəkə kimi yaranıb. Yəni, mənə qarşı bu qədər haqsızlıq, yəni, mən zərər çəkən olaraq, mən, necə deyim, daha da mənim hüquqlarımı, ümumiyyətcə, Eldar İsmailov məhkəmədə pozur mənim hüquqlarımı. Yəni, söz haqqı belə vermir mənə danışmağa. Yəni, burada ancaq məndə o fikir formalaşır ki, maddiyyat, başqa heç bir şey deyil. Burada operativ xəbərlər bizim dəyərli jurnalistimiz yazır ki, Günah Sübhan Zeynalov da olub, bir neçə şikayətçinin aldadıb, haqqı qoyub, nahaqqqa qərarlar verib. Bəli. Yəni görsənir ki, xanım jurnalistimizin də məsələ ilə bağlı az-çox məlumatlıdır. Demək, ilkin istintaqdan yaranan deyirsiniz ki, bu şübhəli durum, iddia edirsiniz ki, rüşvət qarşılığında bu cür istintaq aparılıb
rüşvət Və qarşılığında aparılıb. Bəli. sonda iş məhkəməyə getdiyi üçün də cənab nazirin sizə edə biləcəyi qədər təhlükəsizliyinizin qorunması, Bəli. işinizə düzgün baxılması ilə bağlı edə biləcəyi köməklik edibdir. Yəni Bəli, bəli. məsələdə artıq aldanıb məhkəməyə daxil olduğunuz üçün istintaqda olmayıb ki, nazirlik sizə kömək edə bilsin. Bəli, bəli, bəli. İndi sizin iddianız odur ki, iş qaytarılsın ilkin istintaqa ki, Bəli. məsələ nazirin nəzarəti altında Bəli, yenidən bəli. baxılsın. Vilayət evi, cənab nazir Vilayət evinin nəzarətində bu iş istintaq başlasın. Sübhan Zeynalov sizcə həqiqətən belə bir şey edibmi? Yəni Çünki qarşı tərəflə anlaşıbmı? Bəli, İlkin çünki- olaraq qeyd etdiniz ki, hətta bacısı həbs olunmuş. Mənim yanımda tutdu o bacısını, həbs edib. 48 saat həbs eləmişdi. Yəqin ki 48 mənə deyir ki 10 gün mənim balansımdan, 10 gün də prokurorun balansından saxlamışam. Atası gəlib bu işləri aygın həll edənə qədər mən onu içəridə saxlamışam. Narahat olma, hər şey qaydasındadır. Bəs sizə o sənəd deyirdiniz ki, dedi ki, Protokol, ev protokol Məhəmməd evini Hafiq protokollaşmış, Bəli, bəli. protokollaşıb ki, sizə dəymiş Axlaşdırmışıq, bəli. Bütün ziyanla bərabər. zərərlə bərabər evin zərərinizin ödənməsi kompensasiyası olaraq Aha, qoyubdur. bəli. Bunu hansı qanuna əsasən eləyib? Bunu hakimdirmi müstəntiq bu addımları sizə bu cür izah edici kompensasiya olaraq bunu alıb verəcəm sizə? Nə məsələ idi bu? Bilirsiniz necə, mən qoymadı mənim orada da hüquqlarımı pozub Sübhan Zeynalov. Məni vəkil qoymadı tutmağa və mənim vəkilim olmamağından belə başımıza belə bir faciə gəlməyib ki, biz o qanunları tam dərinlə bilək deyə. O da ondan sui-istifadə etdi və özünün xeyrinə bu işi bağladı. Biz bilirik ki, o külli miqdarda pul alıb bu cinayətin üstünü bağlayıb. Biz zaten bunu bilirik. Yəni mən onu istəyirəm ki, cənab nazirimizdən Bunu siz hardan bilirsiniz? Kim sizə çatdırıb? eşitdiyimə görə, yəni bilirik də, yəni özüm də 3 ildir bu işlə mübarizə aparıram. Yəni özüm də görürəm ki, nədir? Yəni bu iş niyə belə olub? Nəyə görə belədir? Yəni bunların hamısını mən bilirəm. Ümumiyyətcə bu qarşı tərəf sizə işin bağlanması ilə bağlı və yaxud da bu işdən sevilib çıxacaqlarla bağlı nəsə bir ifadəmi, sözmü deyibmi? Xeyr, heç bir. Amma görüntü var, söz yoxdur ortada da. Yəni bunlar həqiqətən də bu işin içindən çıxdılar. Bəli, bəli. Yəni ana bacı Bəli, qaldı bəli. kənarda. Qardaş özünü verib qabağa ki, mənlikdir, bacı da ana da deyir ki, Elə bəli, onluqdur. Bəli, bəli. Yəni bir-birini təsdiqləyən bir ifadələr qoşublar da belə Bəli, deyək. bəli, bəli. Siz Orada ifadələri ifadələrimdə də Sübhan Zeynalov dəyişikliklər eləyib. Yəni mənim əvəzimdən yazıb. Yəni mən orada elə ifadələr verməmişəm. Öz başına, yəni orada iddia məhkəmədə siz bildirdiniz ki, o ifadələr mənə məxsus deyil. Mənə söz verilir ki, mən o sözü deyəm. Mənə söz verilmir. Söz haqqı verilməyib. Çox az verilib, çox danışırdım, imkan vermədilər danışmağa. Söz danışan Yəni kimi ümumiyyətcə sizin ifadəniz elan olundumu məhkəmədə? elan olub, mən yəni bir söz deyə bilməmişəm. Elan olub, amma mən sözümü Danışan kimi Eldar İsmailov sizin bəli, üstünüz. sözümü kəsir. Mənə imkan vermir söz danışmağa. Siz vermədiyiniz ifadə ilə məhkəmə prosesi aparır, belə çıxır. Bir tərəfli də, yəni mən dediyim kimi sizə, bir tərəfli, yəni açıq görüntülər də baxa bilər, bir tərəfli məhkəmə gedir. Müstəntiqin iddiası Bəli, bəli. həbs olunan şəxs və qurulmuş bir teatr. Bəli, qurulmuş bir Gördüyümüz bu gün reallıq budur da. Bəli, Yəni bəli. teatr qurulub gedir, Eldar İsmailov Elə də da gedir. burada kukla teatrının baş qəhrəmanıdır. Bəli, bəli. Əziz izləyicilər, gördüyünüz kimi xanım Aygün xanım oldu da. Bəli. Aygün xanım zərər çəkmişdi. Demək özü və 15 yaşlı qız övladı atasına sığınıb, özünün evi ola evini satıb sovurublar. Nə pulunu, nə evini geri qaytarmırlar. Hal-hazırda Bikə və Dünya adlı anası ilə bacısı rahat şəraitdə Əhmədlidə, Əhməd Rəcəbli Məhəmməd 41. Məhəmməd Hadi 41. Məhəmməd Hadi 41 ünvanında yaşayırlar və xanımın hazırda məhkəməsi sonlanmaq üzrədir. Ayın 7-sində Ağır Cinayətlər Məhkəməsində Eldar İsmailovun sədrliyi ilə keçirilən məhkəmədə qərar çıxması gözlənilir. Xanıma heç bir söz haqqı verilmədən hakim qərar qəbul etməyə çalışır. Yəni bunu biz deyil, Aygün xanım özü deyir ki, heç bir söz haqqı verilməyib, son söz verilmədən
konkret olaraq qərar qəbul edirlər. Yəni məhkəmə prosesini, o gedişatlarını adətən qanuni çərçivələrini bilən, daimi harca 1, 2, 3 dəhəm, 5 dəhəm məhkəməyə düşüb çıxan adamlar bilir. Yəni xanım birinci dəhəmdə məhkəməyə düşüb. Məhkəmənin əslində gedişatı zamanı hakim də, prokuror da, yaxud da hakim köməkçisi vətəndaşa hüquqlarını izah eləməlidir. Vətəndaşın hüquqlarını izah eləyərək ona atacağı addımları bildirməlidir. Sonda efir vasitəsindən kimə müraciət etmək istəyirsiniz? Buyurun. Mən buradan cənab prezidentimiz İlham Əliyevə buradan kömək istəyirəm. Vitse-prezident Mehriban xanımımızdan, Əliyevadan kömək istəyirəm. Yəni mən 15 yaşlı qızımla küçədə qalmışam. Əynimizi paltarına kimi, mebellərim. Həyatda tutunacaq heç nəyim qalmayıb. Sağlamlığımı da itirmişəm. 3 dənə xəstəlik qazanmışam bu hadisədən sonra. Yəni özüm işləmək qabiliyyətimi belə itirmişəm. Yəni mən onlardan kömək istəyirəm, ədalətli qərar istəyirəm. Məhkəmə ədalətli aparsın. Eldar İsmailov ədalətli aparmır məhkəməmi. Və ibtidai istintaqa anasının bacısı olan hissəni geri qaytarsın. Nə var, hər şey, bütün bu cinayət institutu açılsın. Haqq, ədalət yerini tapsın istəyirəm. Çox sağ olun. Bizlə birlikdə oldunuz. Bizim vasitəmizdə müraciət etdiniz. Biz də bu efir vasitəsilə cənab Nazir Vilayət Eyvazova, baş prokurorumuz Kamran Əliyevə və Ali Məhkəmənin sədri İnam Kərimovdan xahiş edirik. Zərər çəkmiş xanımın hüquqlarının qorunmasında, bərpa edilməsində daim ona köməkçi olsunlar. Minnətdarıq. Çox sağ olun.